Bir nəfər var idi, Zöhrü adında. Muhammed ibn Şahab Zöhrü eşitmiş onun adını. O qazı idi, alim idi, İmam Səccadın dövründə yaşayırdı. Bir dəfə hökm çıxartmışdı biri üçün ölüm hökmü. Sonra məlum olmuşdu ki, hökmü səhv çıxardı. Yəni, günahsız adam haqqında ölüm hökmü çıxardı. Deyib, bu çox böyük bir stresə düşür, psixoloji sarsıntı keçirdir. Ailəsi deyib, bunu aparaq Məkkəyə, bəlkə orada özünə gəlsin. Məkkədə deyir, gətirirlər bunu həyəcanlı, narahat vəziyyətdə, məyus vəziyyətdə bir İmam Səccad əleyhissalamla qarşılaşır. İmam Səccad ona neçə cümlə nəsihət eləyir. Orada deyir ki, ona nəsihətində deyir ki, ey Zöhrü, mən sənin bu məyus halından, günahından daha çox narahatam. Günahın məni sənin bu məyus halın qədər narahat eləmir. Yəni, sənin bu məyusluğun var ki, mən bağışlanmaram. Bu məyusluğun, bu sözü deməyin o günahsız adam haqqında çıxardığın hökmdən daha ağır günahdır. İnsan nə böyük günah elirsə eləsin, bir cümlə deyir, mən bağışlanmaram. Bu mən bağışlanmaram sözünün günahı bütün günahlardan artıqdır. Bütün günahlardan. Nə olursansa ol, məyus olma, islahva ümid elə, mütləq islah olacaqsan. Allah çox şey istəmir. Ona olan gümanımızı doğruldur. Ona olan gümanımızı doğruldur.